korrupsiya yox deməsək, bir millət kimi özümüz yox ola bilərik. Ona görə də bu negativ hala qarşı qəti addımlar atmalıyıq. Bugün mən bir neçə nəfəri işdən qovacam. Nuriyev, Babayev, nə oyunlarda Təhməzova, Fətih kişini tez tapın, gətirin bura. Fətih kişi, təşkilatın həyətində dayanan maşınların şüşələrini silirsən, təkərlərini qaraldırsan. Düzdür? Buna görə sən maşın sahiblərindən pul da alırsan. Elədir? O adi pul deyil. O rüşvətdir Fətih kişi. Bilmirsən ki, bu əməlinlə ölkəmizin inkişafına əngəl törədirsən. Mən vəzifəsindən sui-istifadə edən, əli rüşvətə, korrupsiyaya bulaşmış Fətih kişini işdən azad edirəm. Qoy bu hamınıza görk olsun. Kulağınızı açın eşidin. Rüşvətxorluq və korrupsiya milləti uçuruma aparır.